Biz de yemeği yiyip yoldaşımın Herkese isti salamlar. Mənim adım Kamiladır və mənim kanalıma hər biriniz xoş gəlmisiniz. Hər zaman siz gələsiniz. Mən isə yeni vlog başlayıram. Bildiyiniz qədərilə Nabran'daydık 3 gecə. Kim Instagramda məni izləyirsə bilir. Kim bilmirsə burada vlog paylaşıram sizlər üçün. Özümüzə yolda yeməyə belə piroq eləmişdim. Çox dadlıydı. Piroqun resepti çox sadədir. Keçən vlogda əzizlərim yadımdan çıxdı paylaşdığım resepti. İndi burada sizlər üçün səsləndirəcəm. Köhnə resepti isə reydə sabitləyəcəm. Rahat tapa bilərsiniz. Siz isə like qoymağı unutmayın və abunə olmağı mənim üçün bu çox vacibdir. İstəyirəm bizim kanalımız uğurlu olsun. Mən də motivasiya olum. Vloglar da daha uzun eləyim. Deməli qızlar, bizə lazım olacaq un. Bir yumurtanı mən 2 xörək xama ilə qarışdırmışdım. 180 qram əridilmiş yağ, kərə yağı. İlk öncə amma quru məhsulları qarışdırırıq. Yəni undur, qabartma tozudur. Mən biraz vanil də qatmışam. Şəkər tozunu da vurdum ora. Həmiri tez bir şəkildə yoğurun. Çox vaxt aparmır. Həmiri 2 yerə bölün. Biri gedir soyuducuya, biri isə balaca hissəsi gedir buzluğa. Məndə buzluqda malina var idi və çiyələk. Mən konfitür elədim içinə qatmaq üçün. Siz də istədiyiniz meyvələrdən hazır edə bilərsiniz. Konfitür, cem olsa da olar, fərqi yoxdur. Həmiri çıxardırıq soyuducuda olanı. Orada 30 dəqiqə saxlamışdım. Sonra forma veririk. Videoda gördüyünüz kimi üzərinə hazırladığım konfitür və sonradan buzluqdan həmiri çıxardırıq, rəndələyirik üzərinə. Buzluqda niyə saxlayırdım onu? Çünki bərk olur. Onda rəndələməyə onu asan olur. Forma verəndən sonra hardasa 3 sm olmalıdır qıraqları. Formasını belə 4 bucaq elədim. Məncə belə daha rahatdır. Qalan həmiri də atacağım buzluğa. Əslində tez-tez belə eləyəcəm bu piroqdan. Bəyənsəm. Bu da mənə lazım olar. Ən sonda göndərirəm sobaya 180 dərəcə 30-40 dəqiqə pişir. Sobalar fərqli ola bilər qızlar. Ona görə baxanda, yəni üstü biraz belə qızarmalıdır, altı da. Sabah gedirik Nabrana. Bu da evin halı. Çıxartmışam. Ümumiyyətcə özümüzlə nə aparacağam? Orada özümə yüngülvari kartuşka fri eləyəcəm. Çünki başqa heç nə yeyə bilmirəm. Seriala baxıram bu arada. Yoldaşım işdədir. Ona görə mən birinci ailəni yığacağam burada. Pamperslərdir, nə götürürəm bezləridir. Baseyn üçün sırf bezlərdir. Sonra yanmasın deyə belə sprey. Bunu Rossmanndan almışam. Mənim çantam ailənin tapçıkaları. Nəysə görək özümüzlə nə götürəcəm. Bir də bu piroq. Orada çayla içmək üçün bizim için hazırladım. Görün necə ləzzətli görsənir. Çox gözəl qoxusu gəlir bu arada. Resepti var. Artıq bilirsiniz. Hazırlayın, nuş eləyin. Son zamanlara heç nə vurmuram. Artıq öz yağı mövcuddur. Görürsünüz. Yağsız falan. Qızır qəşəm burada. Burada da sweet chili sousudur. Çox ləzzətlidir. Seriala baxacağım. Bugün heç nə yeməmişəm, inanırsınız. Bizim hazırlıqlar belə keçir. Mən qız bürcü olduğuma görə hamısını detal yığmalıyam. Nə geyinəcəm, yoldaşım sapı nə geyinəcək, nə götürəcək. Amma əslində bəzi sıyıq falan qalıb. Çünki səhər durub Alini yedizdirməliyəm.
Atam bəydəki saat 8-də bizim evimizin yanında olacaq. Hələ Kalyaskayı da götürəcək, bir də manyeж. 5 barmaq tərəfdə mütləq dayanırıq. Gözəl çay dəmləmişdim termosda. Hər dəfə dəmləyirəm. Görmüsünüz, meyvəli şəffaf çaynikdə. İndi isə termosda dəmlədim. Yolumuz uzun idi. Aylin ya mənim əllərimdə idi, ya yoldaşımın. Yol boyu dəyişirdik yerini. Ben hazırladığım çay içiyor. А вот блин, малина упала. Da? Прям. Bakın. Malina da var içinde. Malina var, malina. Asta gəldik, çatdıq Xaçmaza. Atam dedi ki, bir marketin yanında saxlayacaq. Nə lazımdırsa alın. Nabrandakı marketlərdə hər şey biraz bahadır. Qayalı market var idi orada. Pauza eləmişdik. Soyuq ət aldıq kebab eləmək üçün. Bizə sular, atışdırmalıq və Aylin üçün heç nə almamışdım. Dedim yoldan götürərəm. Nə lazım idi bu marketdən tapdıq. Hər dəfə yeyir. Не будем кидать, умоляю тебя. Rahat belə bir böyük mağazaya girdik. Uşaqlar üçün nə istəyirsiniz var. Alinka üçün bir şey axtarırdım, tapdım. Deməli, hər şey alacağıq. Çıxacaq buradan və yollanacağıq Nabranla. Mən də pistolet götürdüm, su atan. Yoldaşım deyir ki, bu mağaza bizim evimizin yanında olsaydı bankrot olardı. Nə istəyirsiniz vardı. Yəni çəkməmişəm, çünki oralara çox getməmişik. Çox böyükdür. Opsik. Bizimkilər qutab almağa gediblər. Çox tatlı qutablar var burada. Hər il buradan keçəndə alırıq. Ekomartla üzbəyüzlü bilmirəm harada. Keçən il tək gəlmişdik. Aylinka onda balacaydı. İndi isə ilk dəfədir Aylinlə gəlirik Nabrana. Ailə tradisiyaları birlikdə keçirdirik. Adət, ənanə, chips tapdı oradan. Bu seti babine neyse. Acından kırıldım. Səhər üsbət eləmədik yeməyə çünki çox tez çıxmışıq. Saat 8 idi biz evdən çıxdıq. Yine de çalışır kopartmağa oradan chipsini. Aydın, papa indi qutab gətirəcək, qutab yeyəcəksən. Tak başqa. Oy! Nyam nyam deyir. Bu da qutabın özü. Nyam nyam. Biz evdən 8 tamamda çıxdıq və 12:29-da Nabranda idik. Hər dəfə atam səhər gəlir dalımızca ki, səhər çıxıb rahat çataq. Hələ marketlərdə dayanmışdıq və 5 barmaq tərəfdə. Hər il demək olar ki, gəlirik. Əvvəl tək gəlirdik, yoldaşımla və yaxud qardaşımla götürmüşdüm. Bəli, mənim bir qardaşım var, amma məndən balacadır. Bu il isə dedim Aylinlə gedəcək, yoldaşım da razılaşdı. Gəldik, yerləşdik. Yerləşək. Paltarlarımızı yerbəyer eləyək. Aylinin yerində sonra sizə göstərəcəm. Сюда пожать, пойдет на море. Был дом пожать, здесь подогреть. Deməli, biz yerləşdik. Beş-kuşlarımızı atdıq otaqda. Otağı sonra göstərəcəm. Lüks otaq deyil, amma qalmaq olar. Bir də biz özümüzlə manyeж götürmüşdük. Aylin keyfdədir. Ben yok. Yoldaşım yok. Buradaki iğnelere bakın. Harda göreceksiniz böyle. Denizin yanında inəklər. Ancaq Nabranda. Heç nə, biraz denizin yanında oturaq, nə bilim, ayaqlarımızı salaq. Mən çinməyəcəm. Yoldaşım da çinməyəcək Aylinlə. Prosta elə belə gəldik. Aylin. Сандалики снимай, снимай. Давай, снимай.
Dənizdən qayıtdıq. Atam başladı ətləri marinad eləməyə. Soğanı, ədviyyatı, duzunu vurdu. Özümü lab kənd həyatında təsəvvür elədim. Çox sevdim. Təmiz hava, hər yer yaşıllıq, quşların səsi. Biz şəhərin içində qalırıq deyə çox yorulmuşdum. Belə dincəlmək mənə xoş oldu. Ailəvi, sakit, rahat. Balaca publikamızı, yəni Alini özümüzlə götürdüyümüz üçün çox sevinirdim. Əvvəllər tək kef elirdi. Uşaqla deyirlər, istirahət olmur. Mən sizə deyə bilərəm ki, mən çox gözəl dincəldim. Yemək bişirmirdim, qab yumurdum. Yəni təmizlik eləmirdim. Sadəcə qızımla vaxt keçirdirdim. Çox ləzzət aldım. Sizə deyim ki, çətin olsa da indi bildim ki, mən məsuliyyətli insanam. Yoldaşımla birlikdə. O da sağ olsun kömək edirdi. Alinə baxmağa. Orada gözümüz onun üstündə idi. Çünki çox aktiv bir uşaqdır. Bir yerdə dayanmır. Nəysə, sizin başınızı ağrıtmayım. Siz bu səslərə qulaq asın. Təbiətin ən gözəl səslərini. Ну, такой, да. Причем Öz supumu da bura kimi gətirmişəm. Ailin üçün sup, amma sabah başqa yeməklər, ev yeməklərini verəcəm. Bugünlük belə. Paltarını dəyişdirdim. Şorbasını da yemədi, verdim itə. Orada toyuqları görüb. Gedək toyuqlara baxaq. Çox gözəl ərazidəyik. Burada evləri Xuraman xanım verir. İndi birazdan atamdan soruşuram qiymətləri, sizə də deyərəm. Böyük belə ərazidir. Onu da sabah sizlər üçün çəkəcəm, göstərəcəm evimizi də. İndi biraz Alinka ilə gəzək. Burada kaçerilər də var. Axşama da kabab hazırlıqları görürük. Görürük deyəndə atam görür. Biz də gəzirik. Yoldaşımız da getdi yatmağa. Ne şirindir. Yeni ayakkabılarım. Ali'nin toyuqları. Bir de it. бутылки Кент воду принесет. Один нюшенник будет. Сумка сюда. Кидай сюда. Крышки на пене. Как есть? А? Не могу. На эту тоже. Artıq yeni bir gündən sizi salamlayıram. Eşeğe baxın. Şrekdəki eşek var idi. Ona oxşayır. Neyse biz durduq. Alinkanın kaşasını verdim. Yedi. Özümlə hazır kaşa aparmışam. İndi də gedirik səhər yeməyinə. Başqa bir lagerdə orada səhər yeməyini eləyəcəyik. 3 dəfə deyəsən qidalanmadım. Mən də kofemi içdim tez bazar və gedirik. Kalaska ilə burada çox çətindir bizim üçün. Ona görə belə eləyirik. Ailini də buraxmırıq çünki qaçır. Bir yerdə dayanmır. Gidək yemək yeyək. Kıstati biz düz dənizin yanında qalırıq. Buradan düşürsünüz, aşağı dənizdir. İndi bəlkə birazdan gedəcəyik. Bugün biraz dalğalar var. Dünən yox idi, sakitçilik idi. Burada da biz yemək yeyəcəyik. Keçən illərdə biz burada qalırdıq. Sadəcə Alinlə niyə orada qalırıq? Çünki səs küylüdür biraz buralar. Они кусаются, знаешь, да? Ну, я их очень люблю.
Balaca xanım, xatun. Ой, водичка. Алин. Bizim palatka. Alinka dost tapıb özünə. Burada oynuyorlar. Ay, ayağım yandı. Neyse, bizden izleyin. Ой, молодец. Ой, молодец. Я тоже буду делать сейчас. Denizden geldik. Aynı çimizdirdim. Su pərisi. İndi Malina verdim. Biraz yesin. Biz düşək markete. Biraz bir şeyler alaq. Kısaca bu qaldığımız yerdir. Besetkasıdır. Belədir. İçeride qorxmayın. Elə də belə lüks otaqlar deyil. Ama yaşamaq olar. Bir de manyeş getirmişdi özümüzden. Ben burada yatıram, yoldaşım orada. Belə, bu da qırılıb. Bunu mən qırmışam. Yığa bilmirdim. Qırıldı. Neyse. Burada da bir dənə pəncərəmiz var. Və belə bir qapı. Yaxşıdır ki, qapı bağlanır. Hətta Aylin manejdə olduğuna görə mən rahat yatıram. Gedək, Aylinə tək qoydum. O da yemək yer. Yemək demək ki, meyvə. Belə sup dünən gətirmişəm. Bilsədim gətirməzdim. Çünki sup yemir burada. Belə, gedim mən də çimim. Paltarımı dəyişim. Gedirik markete. Колясканı da götürmüşük. Все, Ага. Только вниз ее не делай. Neyse, yoldaşım kolyaskanı daşıyır. Burada çünkü piləkendi belə. Şimdi gedək bəzi şeyləri alaq. Bizimkilər getdilər şəlaləyə. Ama mən ora çıxa bilməyəcəm. Çünki ora su çox soyuqdur. Oradaki su. Və sürüşkəndi ora bütün yer. Yolun qırağına gəldik. Burada pivə içəcək yoldaşım. Haçmaz pivəsi. Pendir də gəlir. Geçen sakitçilikte ama bayaq mahnı var idi burada. Alinka da yatır. Biraz istirahat eləyə gedək markete. Marketten qayıtdıq. Aylinə belə bir jilet aldım. Çünki biz lotkamızı evdə qoymuşuq. Bizim lager tərəfə yoldaşım getdi ərzaqları evə qoymağa. Bu yerimdən düşdü telefon. Hə, Aylinə su götürmüşük, belə püre falan. Bir də belə jilet aldım. 6 manat idi. Çünki biz lotkamızı evdə qoyduq. Hansın ki o baseynə aparmışdıq. O yaddan çıxdı. İndi su içir. Gedəcək yuxarı. Saat 4'e işləyir artıq. Yemək vaxtıdır, abed. Çok güzel hava var. Buranın havası çok güzeldir ümumiyyətcə. Çox xoşbəxtəm ki, Alinkanı da götürə bildik. Mənə xoş oldu. Əslində bir neçə il bundan qabaq hər il gəlirik demək olar ki Nabrana. Amma bu səfər Alinka ilə gəldi. Çünki keçən il Alin balacaydı. Biz gələ bilmirdik normal. İndi isə Alinkanı da götürdük. Həm buranın havasının da qoxusunu alacaq. Yeməyini deyə bilmərəm. Burada ancaq ev yeməkləri bişirirlər. Çünki biz qaldığımız yerdə ev yeməklərini bişirirlər. Məsəl üçün sup ola bilər, plov ola bilər. Ödənişini eləyirsən ayrıdır. Amma ki siz məsəl üçün bura gəlsəz evin pulunu da verə bilərsiniz. Qaldığınız yerdə yemək də yeyə bilərsiniz. Həm səhər yeməyi, həm abed, həm axşam yeməyi də verilir. Səhər yeməyinə biz yumurta yemişik. Şor, pendir, yağ, ləzgi çörəyi. Ən sevdiyim ləzgi çörəyidir. Belə uzun, nazik, belə yumrudur. Yoldaşımı gözləyirik, gəlsin. Gəlsin, gedək yemək yeyək. Bilmirəm, çəkə biləcəm nəsə ya yox. Çünki orada 40 nəfər qalır. Narahat eləmək istəmirəm heç kəsi. Kameranı çıxardan kimi. Bu da suyu tökür.
Ona göre çekebilsem çekerim, çekebilmesem üzürlü sayın. Plovumuzu yedik, etimizi de. İsten oynayırlar. Хороший. Чисто. Он сейчас ее выгонит, не тащи ее сюда. Гав-гав. Нет. Не кусай, nельзя. Нельзя, En sonunda dənizə gəldik. Heç nə çəkməmişəm çünki sizi bezdirmək istəmirəm. Əlim kəsəbləşir. İndi gedib yatacaq. Biz də yemək yeyib gedəcəyik yatmağa ki, səhər tez oyana bilək. Ona görə burada bitirirəm. Səhər görüşərik. Size demiştim yatacağım ama yatmadım. Oyun oynadık, biraz söhbət elədik. Saat 12'də yattım mən. Oradakı ağcaqanadlar bir yer, yəni qoymadı üstümdə. Yaxşı, belə sprey almışdım. Çox keçən çıxdı. 3 saata kimi qoruyur deyilənə görə. Amma mən onu vurandan sonra dişləmirdilər. Jenga oyunu biraz oynadıq və getdik yatmağa. Səhər oyandıq, atamı götürüb getdik səhər yeməyinə. Biz ayrı qalırıq, çünki atamın tanışları ailəlikcə gəlmişdilər. Cavanlar, orada çox idi cavanlar, mahnı qoşurdular, səs-küy olurdu. Ona görə biz ayrı qalmağı seçim elədik. Yediğimiz yerdə biz 4 gündə 154 manat ödəmişdik. Amma bir nəfərin qiyməti 22 manatdır günlük. Gecə biz kebab yirdik, onu da ayrı pul verməli, içkilər dahil idi, sok kimi bir şeylər. Yeməyi axşam yoldaşım gətirirdi oradan yanımıza, evimizin yanına, çünki biz çıxa bilmirdik ailəyə görə və orada çox səs-küydü, ona görə tək yirdik yoldaşımla. Onlar isə 40 nəfər olmalıdılar, səhv eləmirəmsə. Səhər yeməyinə yumurta, pomidor, pendir, çörək, limitsiz çay, həm qaldığımız yerdə, həm yediyimiz yerdə idi çay. Günorta yeməyi isə plov idi, küftə bozbaş, həm birinci yemək, şorba ola bilirdi və ikinci yemək qarabaşaq toyuqla məsəl üçün. Çox şey var idi əslində. Burada qeyd eləsəm bitməz. Qaldığımız yerdə isə 60 manat ödədik 2 nəfərə. Bizdə 3 otaq idi. Yan otaqda isə atamgili qalırdı. Bir evin qiyməti təxmini 120 manat məbləğ çıxır. Kimdən isə gələndə daha sərfəlidir. Bu da bizim yerdir. Soyuducu da var burada. Gəlin sizə soyuducumuzu göstərim. Kənd həyatı. İçkidən başqa heç nə yoxdur. Yeməkləri verirlər deyə. O tərəfdə də, yəni biz limitli çay verilir. Səhər kimsə oyanır. Ümumiyyətcə burada belə tonqal kimi qalıblar. Çay da içmək olar orada. Kaçerikalar da var. 2, 3 o tərəfdə də var. İndi gedəcək baseynə. Yəqin dediyim yer olacaq. Maral Göl tərəfə. Maral Gölün girişi 15 manat idi. İçərisində böyük bir baseyni var, balaca mini zoopark var, restoran, kotec və otel, uşaqlar üçün əyləncə zonası. Buranı da demək olar ki, çox bəyəndim. Ərazisi çox geniş idi, təmiz idi və gözəl idi. Помогай рукой, привет делай. Вот, нельзя так делать.
Alinka da yatır. Mini zooparklarda var ama hayvanları görmürük. Ne hallı maral. Bir dənə dovşan gördük. Belki de yatırlar indi. O nədir? O da dovşandır. O da dovşan. Burada da cüyür. Keçi. Neyse heç kim yoxdur, hamısı yatıb. Uşaqlar üçün də yer var. Burada. Əlin də yatıb elə. Papa. Də belə keçir. Dəniz qırağındayıq. Bugün də gidirik evə. Evə çatım və çox sağ olun ki, bu videonu axıra kimi izləmişsiniz. Abunə olmağı unutmayın. Sizləri çox sevirik.